Sumqayıtda film kimi cinayət hadisəsi olub. RTV Lentaza istinadən xəbər verir ki, hadisə Corat qəsəbəsində qeydə alınıb. Məlumata əsasən şübhəli şəxs satış məqsədi olmadan naməlum mənbədən heroin əldə edərək özündə saxlayıb. O, Sumqayıt şəhər polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən binalardan birinin qarşısında saxlanıb və həmin narkotik şalvarının cibində aşkar olunaraq götürülüb. Bundan başqa şübhəli şəxs naməlum şəxsdən Makarov markalı tapança, ona aid bir ədəd daraq və 176 ədəd patron əldə edərək qardaşının işlədiyi taxta imalatxanasının gözətçi otağında gizlədib. Polis əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat nəticəsində odlu silah həmin gözətçi otağında aşkar olunub və müsadirə edilib. Təqsirləndirilən şəxs özündə narkotik vasitə və silah olması barədə məlumatı zərərçəkənin polisə xəbər verdiyini düşünüb. Bunun üçün o zərərçəkənlə görüşmək adı ilə çağıraraq avtomobilə əyləşdirib və dostlarının Corat qəsəbəsindəki evinə aparıb. Burada ev sahibi olan dostuna zərərçəkən ilə təkbətək söhbət etməli olduğunu və bunun üçün də onları tək qoymasını istəyib. Ev sahibi gedəndən sonra aralarında polisə şikayət məsələsi üstündə münaqişə baş verib. Münaqişə zamanı şübhəli şəxs mətbəxdən silah qismində qayçı götürüb. Qayçı ilə zərərçəkənin boynuna, başının müxtəlif hissələrinə, əlinə, dizinə və hər iki qulağına kəsilmiş, deşilmiş xəsarətlər yetirib. Səs salmaması üçün zərərçəkənin əlini və ayaqlarını iplə, ağzını isə əski parçası ilə bağlayıb. Ev sahibi qaydanda isə ona 15 dəqiqəlik işi olduğunu və yenidən qayıdacağını deyib, lakin sonradan evə qayıtmayıb. Zərərçəkənin hüquq mühafizə orqanları müraciəti nəticəsində şübhəli şəxs saxlanılıb və barəsində cinayət işi açılıb. Sumqayıt şəhər məhkəməsinin hakimi Ramiz Quliyevin hökmü ilə Zülfiqarov 6 il müddətində azadlıqdan məhrum edilib.